Allah bütün varlıqları azad yaradıb. Və azad varlıq yaxşını da seçə bilər, pisi də seçə bilər. Şeytan pisi seçmək yolunun simvoludur. Doğrunu deyil, yanlışı seçmək. Sadəliyi və təvazökarlığı deyil, təkəbbürü seçmək. Yəni, o imkan vardı. Amma Allah niyə görə bu imkanı verib də? Yəni, bütün günah azadlıqdadır, belə çıxır. Allah o azadlığı verib ki, insanlar və qullar özləri ona sarı gəlsinlər. Bu, həqiqi bir gəliş olsun. Bir adamı sürüyə-sürüyə bir yerə gətirirsənsə, bunun bir dəyəri yoxdur axı. Amma bir adam özü gəlibsə, bunun gözəlliyi var da, elə deyilmi?